Ya Allah, Bismillah. Salam müəllimlər, hər birinizi xoş gördük. Mən Fəridə Xəlilli. Bugün sizlərlə müsahibə mərhələsində ünvanlana biləcək bir neçə sualın izahını bölüşəcəm. İlk öncə sizləri sertifikasiyanın test mərhələsində uğur qazanmağınız münasibətilə təbrik eləmək istəyirəm. Növbəti müsahibə mərhələsində də hər birinizə uğurlar arzulayıram. Müəllimlər, dərslərimiz iyul ayının 1-dən etibarən başlayacaq. Dərslərimizə qoşulmaq üçün aşağıda qeyd olunan 051 753 14 84 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeydiyyata düşməyə tələsin. Qeydiyyat WhatsApp üzərindən aparılır. Bu zaman sizə dərslərimizin keçirilmə qaydası, cədvəl barəsində məlumat göndəriləcək. İndi isə vaxt itirmədən keçid etmək istəyirəm suallarımızın izahına. Sualımıza müəllimlər, belə bir sual ünvanlana bilər. Şagird dərsdə bilmədiyi bir məqamı sizdən soruşmağa çəkinirsə, bunu necə aradan qaldırarsınız? Müəllimlər, ümumiyyətlə şagirdin çəkinməməsi üçün ona təhlükəsiz və dəstəkləyici bir mühit yaratmalıyıq. Elə bir mühit ki, burada şagird sual verməkdən və cavab almaqdan çəkinməsin. Sual verməyin normal olduğunu qeyd eləyərəm. Heç bir sualı sadə və ya bu nə sualdır mənə verirsən, səhv sualdır, otur fikirləş, gör məndən nə soruşursan, bunu qiymətləndirmərəm. Şagirdin sual verməsi deməli onun öyrənmə həvəsi olduğunu göstərir, düzdürmü? Bilmədiyi məqamı sadə və aydın şəkildə yenidən izah eləyərəm. Bunun üçün fərqli nümunələrdən istifadə edə bilərəm və digər şagirdlərin də mövzunu başa düşdüyündən əmin olmaq üçün qısa şəkildə sual, cavab edə bilərik. Belə, cavab versəz kifayətdir. Keçək digər sualımıza müəllimlər. Baxaq. Sualımız belədir. Müəllim şagirdlərə tapşırıq verir və şagirdlərə bildirir ki, kim tez yazsa, onu daha yaxşı qiymətləndirəcəm. Sizcə müəllim burada səhvi nədir? Müəllimin burada səhvi şagirdləri surətə görə qiymətləndirməsidir. Baxın, bilirik ki, qiymətləndirmə şagirdin biliyinə və bacarığına görə qiymətləndirilməlidir və tapşırığı düzgün yerinə yetirməsinə görə aparılmalıdır. Tez yazmaq həmişə mövzunu yaxşı bilmək demək deyil ki, bu zaman yavaş yazan və ya düşünmək üçün daha çox vaxta ehtiyacı olan şagirdlərə qarşı ədalətsiz davranmış olarıq. Belə. Keçək digər sualımıza. Silin bunu. Baxaq digər sualımız belədir. Şagird sənin dərsini bəyənmirsə, nə edərsən? Müəllimlər, bu normaldır. İlk olaraq ondan səbəbini soruşaram. Səbəbini müəyyən etdikdən sonra rəyini sakit şəkildə dinləyərəm. Təlim prosesi zamanı həmin şagirdin də maraqlarını nəzərə alaram. Daha interaktiv fəaliyyətlərdən, müxtəlif izah üsullarından istifadə eləyərəm. Məsələn, praktik tapşırıqlardan, öyrədici oyunlardan, vizual vəsaitlərdən istifadə edə bilərik, hansı ki, video, slayd və s. Bunlara misal ola bilər. Sözlə, baxın, şagirdin rəyini, fikrini hörmətlə dinləməliyik və bunu öz inkişafımız üçün konstruktiv rəy qəbul edib üzərimizdə işləyə bilərik. Həm münasibəti, həm də öyrənməni əlbəttə ki, yaxşılaşdırar. Digər sualımıza, niyə məhz müəllimlik peşəsini seçmisiniz? Bu çox ünvanlanan suallardandır. Məhz bütün müəllimlərə demək olar ki, müsahibənin sonunda ünvanlayırlar. Çox müəllimlərə bu sualı ünvanlayırlar ki, niyə müəllimlik? Kəsin müxtəlif fikirləri var bu sualın cavabında. Özünün İbtidai məktəbdə, 1-ci sinifdə oxuduğunuz illəri xoş xatirə kimi anırsınız, düzdür? Bu xatirələrindən də ən əziz yeri kim tutur? Bizim ilk dəfə
əlimizdən tutub yazı yazmağı, kitab oxumağı öyrədən ilk müəllimimiz. Bizə müəllimlərimiz öz müəllimlərindən ilhamlanaraq, onları özlərinə ideal qəbul eləyərək bu peşəni seçiblər. Müəllimlik peşəsi ümumiyyətlə dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Bu peşə cəmiyyət üçün ən vacib peşələrdən biridir. Müəllim yalnız bilirik ki, bilik ötürmür. Eyni zamanda şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Siz də öz timsalınızda qeyd eləyə bilərsiniz ki, mən uşaqlarla işləməyi, onların inkişafını izləməyi, onların həyatlarına toxunmağı çox sevirəm. Onların uğurlarını öz uğurum kimi qəbul eləyirəm. Və bu uğurlara şahid olmağı çox dəyərli hesab eləyirəm. Məhz buna görə də müəllimlik peşəsini seçmişəm. Sizin icazənizlə müəllimlik peşəsinə davam etmək istəyirəm. Yeni tədris ilində şagirdlərimlə görüşüb, qaldığımız yerdən tədris prosesinə davam etmək istəyirəm kimi cavablar verə bilərsiniz. Bu geniş bir sualdır. Buna hər kəsin özünün subyektiv fikri ola bilər. Mən indi bir nümunəni izah elədim. Siz öz sözlərinizdən də orada əlavə eləyə bilərsiniz. Çünki hər kəs bu peşəni seçərkən öz ürəyində bir arzusu, bir niyyəti var ki, kimisi dediyim kimi müəllimini ideal tutur, kimisi anası, atası müəllimdir ya da evdə ona yol göstəriblər. Kimisi qəlbən bu peşəni sevir. Bu peşənin gözəlliklərindən, necə şərəfli peşə olmasından bəhs eləyərək sualınızı cavablandıra bilərsiniz. Belə müəllimlər, bir neçə sualımızın izahına baxdıq. Kanalımızda Sənan müəllimin də izahı var, ona da nəzər yetirə bilərsiniz. Yenə də qeyd eləmək istəyirəm. 051 753 14 84 nömrəsinə yazıb qeydiyyata düşə bilərsiniz. Dərslərimizdən yararlanıb uğur qazanmağa siz də tələsin. Sağ olun müəllimlər, hər birinizə uğurlar arzulayıram.